Bismillahirrahmanirrahim. Bugünkü sualımız bu formadadır. Fitrə zəkatını müəyyən olunmuş məbləğdən çox ödəmək olarmı? Məsələn, unun əvəzini ödəyirəm, unun qiyməti 3 kiloqramı 3 manatdırsa, mən 5 manat fitrə zəkatı ödəyə bilərəmmi? Cavab belədir. Ödənilən məbləğin həmin ölkə əhalisinin istifadə etdiyi qidalardan birinin 3 kiloqram miqdarındakı əvəzini, dəyərini qəsd edilərək ödənilməsi kifayətdir. Hətta ödəniləcək məbləğ bu miqdardan artıq olsa da ödəyə bilərsən. Yəni, niyyət etməlisən ki, bu məbləğ 3 kiloqram unun əvəzidir. İndi 3 manat olmasa, 5 manat da olsa, amma o əvəzi niyyət eləmək lazımdır. Əgər bu şəkildə niyyət edərək ödeyirsənsə, bu kifayətdir. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.